Salam uşaqlar, bugün qrup 3-cü sualın həllinə baxaq. Yer səthindən aşağı yuxarı istiqamətdə 40 metr bölü saniyə başlanğıc sürəti ilə atılmış cismin nə qədər müddətdə qət etdiyi yol 100 metr olar. İlk öncə biz bilməliyik ki, cisim yuxarıya doğru hərəkət alırsa, ilk öncə o bərabər yavaşayan, aşağıya doğru düşürsə, bərabər yeniləşən hərəkət etmiş olacaq. Verilənləri yazaq. Başlanğıc sürəti verib 40 metr bölünsün saniyə. Qət etdiyi məsafə 100 metrdir. Həmçinin səbirləşmə təcili 10 metr bölü saniyə kvadratı verib. Məndən soruşur ki, hərəkətə nə qədər zaman sərf olunub. Gəlin bu cismin qalxdığı maksimal hündürlüyü təyin edək. Düstur V0 kvadratı bölünsün 2C'dir. Yəni 40 kvadratı 1600 bölünsün 20 gelir 80 metr. Deməli bu cisim 80 metr yuxarı qalxmış olacaq. Yəni bunun maksimum qət etdiyi məsafə 80 metrdir. Şəkildə göstərək. Bu hündürlük h bərabərdir 80 metr. İndi biz bilirik ki, yuxarıya doğru yavaşlayan hərəkət elədi. Eyni saniyə düsturlarından istifadə edə bilərik. Bu cisim birinci saniyədə 5 metr, ikinci saniyədə 15 metr, üçüncü saniyədə 25 metr, dördüncü saniyədə 35 metr yol qət edir. Yuxarıya doğru yavaşlayan olduğu üçün sadəcə bu prosesin biz əksini yazacaq. Yəni aşağıdan yüksək sürətlə başladığı üçün ən birinci 35 metr, sonra 25 metr, sonra 15 metr, sonra isə 5 metr məsafə qət etmiş oldu. Nəyə görə? Sürət azaldığı üçün. Həmçinin bu qalxma müddətini də təyin edə bilərik. Nə qədər müddətə qalxıb. Biz burada şərti olaraq gördük ki, 4 saniyə qalxıb. Amma düsturdan da istifadə etsək, qalxma müddəti bərabərdir kök altda 2h bölünsün j. O da bərabərdir kök altda 2 vurulsun. Maksimal hündürlük 80'dir. J'nin qiyməti 10'dur. Bu da eləyir 4 saniyə. Deməli cisim 4 saniyə tam təpə nöqtədə oldu. Daha sonra bu cisim aşağıya doğru hərəkət etmiş olacaq. İndi gəlin biz bu 5, 15, 25, 35'i toplasaq, bunların ümumi bizə 80 metri vermiş olur. Həqiqətən cisim maksimal məsafəyə qalxanda 4 saniyə zaman sərf elədi, 80 metrdə məsafə qət etmiş oldu. Aşağıya düşən zaman isə cisim yeniləşən hərəkət edir. Yəni bu birinci saniyədə daha az, digər saniyələrdə isə sürət atdığı üçün daha böyük məsafə qət etmiş olacaq. Yəni prosesin əksini olaraq yazırıq. 5 metr, birinci saniyədə 5, ikinci saniyədə 15 metr yol qətmiş oldu. İndi baxın, cisim 80 metr yuxarı qalxdı. Həmçinin aşağı düşəndə də 20 metr aşağı düşdü. Nə qədər məsafə qət eləmiş oldu? 80'in üzərinə gəlirəm. 20, deməli qət etdiyi yol oldu 100 metr. 4 saniyə yuxarı qalxmışdı. 4 saniyə də aşağıya inməli idi. Yəni uçuş müddəti, ümumidə uçuş müddəti olmalıdır 8 saniyə. Və 4 saniyə yuxarı qalxdı. 5-ci saniyə buradır. 6-cı saniyə isə buradır. Deməli cisim 6 saniyədə 100 metr məsafə qət etmiş oldu. Doğru cavab E bəndi.